Yani bize bir müracaat olunub, yazırlar. Kompüterdə virus var. Hansı antivirus proqramından yazan bilmirəm. Hansı daha güvənlidir, onu da bilmirəm. Mənə kömək edin. Viruslardan uzaq durmaq üçün Windows'un özünün orijinal proqramını açacağıq. Yəni ki, bir çox antivirus proqramları var. Bunlardan istifadə etmək bəzən özü bir ziyanlı olur. Ona görə biz çalışacağıq ki, bu gün deməli Windows əmələ sisteminin özünün orijinal e, deməli antivirus proqramından istifadə edərək viruslarımızı kompüterdən təmizləyək. Bunun üçün Windows R düymələrini vururuq. Ekrana gələn pəncərədə MRT yazırıq. OK əmrini veririk. Gözləyirik. Ekrana gələn pəncərədə icazə veririk yes. Gözləyirik yenə də. Deməli, antivirus proqramı işləməsi üçün irəli düyməsini vururuq. Ekrana gələn pəncərənin ilk deməli, sürətli axtarış seçib Next düyməsini vururuq. Növbəti səhvəyə keçirik. Beləliklə, artıq sistem başlayır işləməyə, Windows əmələ sistemi özü virusu axtarmağa başlayır. Beləliklə də biz bu proqramın köməyi ilə kompüterimizdə olan virusları təmizləmiş oluruq. Və beləliklə artıq viruslar təmizləndi, kompüterimizdə normal işləyə bilərik.